Assalamu aleykum dostlarım, necəsiz, keyfiniz, halınız necədir? Ümid edirəm yaxşısınız dostlarım. Bu günlərimizi sizinlə birlikdə OB49, yəni yeni gələn güncəlləməyə göz atacağıq. Çox uzatmadan gəlin keçək videoya. Dostlarım, ilk olaraq ana üzdən belə başlayırıq. Yəni bu hesab giriş yeri, Gmail falan filan. Buranı məncə qəşəng düzəldiblər. O birinə nəzərən daha yaxşıdır. Mənim daha çox xoşuma gəldi. İndi Əranın öz fikri. Gəlin girək indi oyunumuza. Asıb. Bəli, təzə lobimiz uşaqlar belədir. Yəni məncə qəşəngdir. Naruto lobisinə biraz niyəsə oxşadıram. Bu dağlar falan filan Naruto'nun lobisinə oxşur və həmişə kimi hərəkətli bir lobidir. Yəni telefonu hərəkət elətdirəndə lobi də hərəkət eləyir. İlk olaraq mən baxmaq istəyirəm sihirli küpümüzə. Sihirli küpə təzə bir paltar gəlibmi, gəlməyibmi? O marağımı çəkir. Bu var idi, bunlar var idi. Qıza təzə bir paltar gəlib, oğlana bu paltar gəlibdi. Bunu mən bu arada öz hesabıma alacağam. Xoşuma gəldi. Başqa da bir şey deyəsən yoxdur elə. Yox, qıza bir də bu paltar gəlib. Başqa da bir şey gəlməyibdi. Həmişəki şeylərdir. Dəyişdirmə bu kartlarına nəsə gəlibmi bilmirəm. Çünki bura ümumiyyətcə heç baxmırdım. İndi gələ də bilər, gəlməyə də bilər. Onu ki bilənmərəm. Başqa burada bir şey yoxdur. Silahlardan bunu görməmişdim. Deyəsən bu təzə gəlibdi və qəşəngdir. Havaq gəlib. Bunlar nə qəşəngdir belə. Bu ikisini almaq olar. Görünüşləri çox qəşəng. Bu qəşəng. Bu ikisini almaq olar. Deməli gələk buradan ifadələrə. Yeni güncəlləmə ilə qəşəng ifadə də gəlibdi. Qəşəng ifadə də gəlibdi. Başqa ifadəmiz varmı? Bunları ifadə yerlərinə falan marketə ümumiyyətcə girmədiyim üçün intihası bilmirəm. Təzə şey gəlibmi, gəlməyibmi? Kitablardan dəyişiklik yoxdur. Yenə eyni şeydir. Bunlar da eyni şey. Bunlar onsuz da ilgiləndirmir çox. Maşın. Təzə motosiklet qəşəng. Bunu almaram. Bunu alacağam mən. Amma qəşəngdir. Başqa keçək buradan paltarlara. Deməli, oğlan paltarına belə bir paltar gəlibdi. Bu gəlibdi. Bu ayda mistik mağazadan deyəsən almışdım bunu. Çox elmas getmişdi. Bu gəlibdi. Bu da qəşəngdir. Bunu deyəsən otomata gətirmişdilər. Təzəlikcə maksimum 2 ay, 3 ay əvvəl gəlibdi. Deməli, qəşəng paltarlar bu arada gəlibdi. Başqa maraqlı bir paltar. Yenə bunlar təzə gəlibdi, amma bunlar diqqət cəlb edici bir şey deyirlər də, bildiniz necə. Bunları falan var idi. Başqa bir şey deyəsən yoxdur elə. Qapaqlara falan bir baxmayacağım. Yəqin ki, heç də olmaz. Keçək uşaqlar buradan HUD-a. Oyuna təzə güncəlləmə ilə HUD paylaşmaq gəlibdi. Deyəsən, mənim çox başım çıxmadı nətərə, amma deyəsən bura kod yazırsan və bu kodu başqası girəndə deyəsən HUD-unuz paylaşılır. Necə eləyirlər, heç mən də başa düşmədim. Budur. Deyə uşaqlar, kopyalayırsınız, bura yazırsınız. Sonra preminsə basanda HUD-unuz dəyişilir. Qəşəngdir. Deməli, baxaq görək başqa nəsə gəlibdimi bura? Deyəsən yox. Klan yerinə başqa bir şey gəlibdimi? Klan yerində də bir dəyişiklik yoxdur. Yenə eyni şeydir. Hesaba girəndə... Bunlar nədir? Hesab yerinə girəndə belə bir şey çıxdı. Amma başa düşmədim nədir? Deməli, bura basırıq. Burada nəsə gəlibdimi təzə və gəlibdi. Bunlar nədir? Karyera falan filan. Bunlar gəlibdi. Başqa bir şey gəlməyibdi. Yox. Bunlar gəlibdi. Bunlar da elə vacib bir şey deyildilər. Baxsaq bura şəkil çəkdirmə gəlibdi. Qəşəng. Bax, xoşuma gəldi. Elə eləyib şəkil çəkmək olar. Ramka desək. Oyun üstündə işləyib. Bu dəfəki güncəlləmənin üstündə işləyibdi. Bu formada götürüb şəkil çəkə bilərsiniz.
Belə eləyək, belə eləyək, belə eləyək. Nə bilim, necə istəyirsiniz eləyin də uşaqlar, öz zövqünüzə görə. Yenə hesabınıza kimə baxa olar. Bu QR kod. Yəni nə qədər lazımlı idi bilmirəm, amma QR kod da gətiriblər. Məncə çox lazımsız bir şeydir QR kod. Amma gətiriblər də neyini. Deməli, bir o da belə bir şəkil çəkmək yeri var yenə. Bu nədir? İllüstrasiya kimi. Telefonda yer doludur. Silahlara girsək, silahlarda dəyişiklik. Telefon biraz donur. Silahlarda bir dəyişiklik yoxdur, yox, eyni şeydir. Girsək kasaya. Kasada yüngülvari dəyişikliklər eləyibdilər. Bunlarda yox. Bu niyə kuşanmayıbdı? Bu başdan xarab deyir. Deməli, silahlara gəlsək, burada uşaqlar, silahlarda olan, buzlarda olan şeyi burada gətiriblər. Yəni, buradan aşağıdan olsa görsədəcəm nədir? Dəyişdirmək, desenləri dəyişdirmək özəlliyi burada gəlibdir. Burada yoxdur. Ancaq deyəsən şeyə gəlibdir. Çantaya, ölüm qutusuna, paraşütə, düşmə şeyinə, bunun adını da bilmirəm. Ondan sonra kaykaya, başqa da, bir də şeylərə bunlara. Bunlardan başqa ifadələr falan gəlmir. Sonrası ifadələri gəlmir, məntiqsiz. Başqa deməli uşaqlar, buradan giririk bura. Bu var idi. Təzə bir silah etkinliyi. Buradan hətta alaq. Şeyi də dəyişdirib uşaqlar, fikir verdiniz. Ender bir şey çıxanda orada çıxır deyə təbriklər. Onu da dəyişdiriblər. Nədir gücü bunun? Gücünə baxım. Silah dəyişdirmə və isabət. Hızlı silah dəyişdirmə və isabət. Başqa bir şey gəlməyibdi. Bunları alacağım ya. Bunun formasını alacağım. Nəysə. Dirək bura. Məndə ateş zilkidir lazım. Amma görünüşün kuşanma olar. Görünüşü bu arada qəşəkdir. Buradan bunu, buradan da bunu. Всё. Görünüş olaraq qəşəkdir. Buradan bir dənə sadə bığırı girib baxaq görək. Bığırıya nəsə gəlib bunu. Buradan belə. Hadi. Bermuda girək. Bermuda istəyirəm. Tez bazar bir dənə siz görməyəsiniz. Yəqin ki 1-2 dəqiqə gözləyəcəyik ki bu oyun başlasın. Mən bu yeri kəsirəm. Bəli uşaqlar, oyunumuza başladı. İndi görək oyunda burada nədir? Burada bunu götürmüşlər. Səbəb? Nəysə, götürüblər. Qərbədir. Uşaqlar fikir verdiniz. İndi burada kəsib balaca bir yerin görsədərəm. Öləndə əvvəllər arxa planda misal üçün adınız yazırsa arxa planı qara olurdu. Amma o ki qara deyil, şəffafdır. Evolarda və ölüm anonsu olan silahlarda yenə əvvəl kimi görünür, amma olmayanlarda isə şəffaf görünür. Nə, valla, məncə lazımsız bir hərəkətdir bu, amma əlimizdən bir şey gəlməz. Yəni, onu şəffaf eləməyin məncə heç bir mənası yox idi. Başqa, uşaqlar demişdi burada qatar falan filan. Etkinlik, amma hələ ki bir şey qabağıma çıxmayıbdı. Odalarda nə var, nə yox, odalar. Deməli, buradan odalara giririk və bəli. Buraları sarı eləyibdilər. Dəyişiklik eləyibdilər ki. Bu nədir? Baxa, QR kod. Deməli, odalarda da QR kod var. Bura baxsaq, bu nədir? Prodvinutu. Shot. Bu nədir? Kod qoyaq. Ayda, hesaba kimsə giriş elədi. İndi mən buna oyuna girsək, oyunda yenə eynidir. Buralar falan filan. Təzə bir şey gəlməyibdi. Bəs yaxşı, odanı bu cür eləsək, nəsə bir şey deyil. Oyunda səs, limit patronov. Bax, burada oyunda səs teması var. Yəni, təkcə komanda yoldaşlarımı, yoxsa hamı səs eşitsin.
Bunu gətiriblər bura. Başqa burada dəyişən bir şey yoxdur. O da belədir. Uşaqlar. Və digər bir yenilik. Buradan basırıq bura. Burada məndə rusca diye сделать foto yazılıb, amma sizdə fotoğraf çəkmək kimi bir şey görünəcəkdir. Yəni belə bir şeydir. Basırıq bura və burada qəribə şəkillər var. Misal üçün bura basırıq, sonra başqa bir nəfər də bura seçə bilirik. Gözləyin. Bir dəqiqə. Gələk buradan misal üçün seçək Running. Running'i götürək buradan şəkil çəkməyə basaq. 4-dəyə basırıq. Buradan bir nəfər də götürüb seçə bilirik arxdan. Mən çox bacaramadım bunu. Nəysə, qısacası belə. Uşaqlar, mən göstərdiklərimdən başqa bir yenilik görənmədim. İnşallah əskik göstərməmişəmdir. Yeniliklərimiz bu qədər idi dostlarım. Digər videomuz nə olsun? Fikirlərinizi rəylərə yaza bilərsiniz. Yeni güncəlləmə sizcə nətərdir? Xoşunuza gəldimi, gəlmədimi? Bunu mənə rəylərdə bildirə bilərsiniz. Öpürəm hamınızı, salamat qalın, sağ olun, özünüzə yaxşı baxın.